Hər zaman ölkədə baş verən hadisələrə operativ şəkildə özünəməxsus formada münasibət bildirən sabiq deputat, tarixi yazar, hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar ölkə xaricində olmasına baxmayaraq yenə də öz fikirlərini bir xəbər media ilə bölüşdü. Şərh vermədən Cahangir Hüseynovun ölkədə baş verən məsələlərə yanaşma şəklini ifadə edən çıxışını təqdim edirik. Birinci növbədə məni yada saldığınıza görə sizin kanallarınız təşəkkürümü bildirirəm. Təbii ki, birinci növbədə müstəqilliyimizin bərpası münasibəti ilə mən bütün Azərbaycan xalqını təbrik edirəm. Artıq 34 ildir ki, biz bu müstəqilliyimizə nail olmuşuq, yəni daha doğrusu müstəqilliyimizin bərpasına. Mən də bir sabiq Ali Sovetində həmin devirlər deputatı kimi 17 oktyabrda bu müstəqilliyimizin bərpasına səs verən bir Ali Sovetin deputatı kimi özümü, necə deyərlər, bugün də bir daha xoşbəxt hiss edirəm ki, min illər Azərbaycanın tarixi olan Azərbaycan dövləti son 200 ildə, bilirsiniz, müstəqilliyini itirdi. 18-ci ildə müstəqilliyimizi bərpa etdik, daha doğrusu. O da 2 ildən sonra, əlbəttə ki, bilirsiniz, Bolşevik Rusiyası tərəfindən o təcavüzə uğradı daha doğrusu və vurğuladığım kimi 34 il bundan öncə biz bu müstəqilliyə nail olduq. Bu çox böyük bir prosesdir. Bu barədə mənim əsərlərim var. İndi də o yaradıcılığımı, yəqin məni tanıyanlar bilir, davam etdirirəm. Lakin son hadisələr, mən deyərəm ki, çox böyük bir narahatçılıq məndə də mənə gəldi. Hal-hazırda Respublikada olmasam da, qardaş ölkədə müəyyən sağlamlığımla bağlı müalicələr alıram. Lakin hadisələri buradan izləyirəm. Bir köhnə siyasətçi kimi, bir yaradıcı insan kimi çox böyük narahatçılıqlar keçirdik. Necə ola bilər ki, Azərbaycan dövlətində, əlbəttə ki, biz bu 90-cı ildə bu hadisələri yaşadıq. Həmin o müstəqilliyimizin ilk illərində təcavüzə, necə deyərlər, sui-qəsdlərə, cinayətlərə, hətta müstəqilliyimizin itirilməsinə, Azərbaycanın bölünməsinə gətirib çıxarılan hadisələr biz unutmalı deyilik. Yenidən bu 21-ci əsrin 2025-ci illərində zəfərimizdən sonra artıq biz bu il, bilirsiniz, Qarabağda zəfərimizin 5 illiyini qeyd eləmək ərəfəsində belə bir hadisəni eşitmək, inandırıram ki, təbii hər bir Azərbaycanlı üçün çox böyük bir, necə deyərlər, təsiri var və mən də bunları eşidirəm, çox narahatçılıq keçirirəm. Əlbəttə, mən bu hadisələrə toxuna bilmərəm, təbii də istintaq gedir, yəqin ki, dövlət orqanlarımız, Respublikanın baş prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti bu barədə açıqlama verəcək, hər birimiz bunu gözləyirik. Ancaq belə bir hadisənin törənməsi, özü də Respublikamızı 30 il müstəqillik devrində, ondan öncə də 20 il Sovet Respublikası dövründə xidmət etmiş bir insan tərəfindən belə bir hadisənin olması, inandırıram ki, çox acınacaqlı bir hadisədir. Nəysə, yəqin ki, mən bir daha bütün dinləyicilərə çatdırmaq istəyirəm ki, əlbəttə səbirli olaq, müxtəlif sözləri, şayələri, kimində narahatçılığı var, kimində nə bilim, ürəyindən keçən nəyi var deyə bilər. Ancaq əlbəttə bir qədər gözləyək. Hadisələr təbii ki, məlumat veriləcək və ondan sonra da böyük məmnuniyyətlə mən sizin suallarınıza daha geniş formada cavab verəcəyəm və özüm də qoşulacağım canlı efir vasitəsilə. Təbii ki, salamatçılıq olsun. Bir daha mən Azərbaycan Respublikasının bütün vətəndaşlarını təbrik edirəm. Qarşıda zəfərimizin 5 illiyi gəlir, bu münasibətlə təbrik edirəm.
Bilirsiniz, əhval-ruhiyyəmiz yüksək olmalıdır. Bizim dövlətimiz artıq dünyada tanınır. İndi təbii də mənim də yaşım az deyil, bu 60 ilə qədər bu Azərbaycanda köhnə SSR İttifaqında gedən proseslərin hamısı mənim yadımda, xatirələrimdə, kitablarımda izləri var və belə hesab edirəm ki, təbii o türklərin bir sözü var, deyir, keçmiş olsun, bizim dövlət orqanlarımız güclüdür, cənab prezidentimiz güclüdür, onun siyasəti bugün özünüz gördünüz, Amerikada da elə Qəbələdə keçirilən Türk Dövlətlər samitində, Düşənbədə MDB dövlətlərinin samitində təbii ki, bunun hamısını bizim izləyicilərimiz izləyib. Belə bir vaxtda, belə bir hadisələri təbii ki, olması daha yaxşı olardı. Ancaq belə bir hadisələrin olması mən elə hesab edirəm ki, utanc vericidir həmin insanlara qarşı. Əgər bu cinayətdə iştirak ediblərsə, təbii ki, öz haqlı cəzalarını da alacaqlar. Çox sağ olun.